7 saatlıq aclıqdan sonra mədə təmiz olmalıdır, amma görürsən, silik köpüklər var, təmiz deyil divarları, mayı var içərisində. Yırtıq demişdilər daha öncəki müayinədə. Hə, elə yazılmışdı, var, yırtığı var. Görürsünüz, tam bağlanmır. Bu hissə boş qalır, görürsünüz. Bax, yırtığın göstəricisi bu. Mədədə yara xora yoxdur. Eroziyalar var. Görürsünüz, orada, burada yer. Səthi eroziyalar var. Yəni, köpükləri təmizləyək, görək. Altda nəyisə gizlənə bilərdi ya. Onu təmizləmək lazımdır. Bu hissələrdə səhvləri var. Yaraları yoxdur, polip yoxdur, bək xəstəlik törəmədi yoxdur. Filler normalda bu 12 barmaq bağırsağın giriş hissəsidir. Normalda bağlı olmalıdır, amma açıq qalır. Görürsünüz. Müalicə ilə o düzəlmir. O sfinkter boş olduğu üçün onu hər hansı bir dərmanla müalicə edib yıxmaq mümkün deyil. Əzələ olduğuna görə əzələ sfinkter. Xəstəmizdə qıcqırma, yanma, göynəmə şikayətləri var, köp qaz şikayətləri var. Bu səbəblə müayinə olunmağa gəlib. Müayinə zamanı qida borusunun mədə keçən hissəsində yırtıq gördük. Yırtıq olan xəstələrdə də yanma, qıcqırma, göynəmə şikayətləri davamlı ola bilir. Yəni, uzun müddət, ömür boyu dərman qəbul etmək məcburiyyətində qalır bəzən xəstələr. Görürsünüz, qida borusuna doğru mədənin bir hissəsi atılır. Və burada da linear, xət şəkilli yara yaradıbdır. Mədə turşuluğu qalxaraq o hissəni yandırıb. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.